dostlar, kanalıma hoş gəlmisiniz. Bu videoda HTML-də işləyərkən vaxtınızı ciddi qənaət edən, işlərimizi sürətləndirən, həm də səliqəli edən ən faydalı qısa yollar haqqında danışacaq. Əgər HTML yazarkən eyni strukturları təkrar-təkrar yazmaqdan bezmisinizsə, bu video sizin üçündür. Yeni başlayanlar üçün də, artıq işləyənlər üçün də çox praktik qısa yollar, nümunələr göstərəcəyik. Gəlin vaxt itirmədən başlayaq. Bizim ilk qısa yolumuz Alt, Shift və F qısa yoldur. Hansı ki bu kodları düzəltmək üçün istifadə olunur. Məsələn, biz gəlib burada kontenti buna birləşdirək və sonra Alt, Shift, F tuşlarına basın. Baxın, gördüyünüz kimi bizim kodlarımızı düzəldir avtomatik olaraq. Bizim ikinci qısa yolumuz Ctrl, Alt, məsələn, aşağı və yuxarı ox tuşlarıdır. Bizim bu dediyim qısa yol nə işə yarayır? Gəlin baxaq. Bugün sizə bir neçə tag də göstərəcəm. UL tagi göstərəcəm. Burada yazdıqlarım nədir? Bugün yeni bir tag ilə tanış oluruq. UL tagi. Bu sıralı və sırasız yazılar yazmaq üçündür. Ümumiyyətcə UL sırasızdır, OL var, onu da görəcəyik. O sıralı siyahıdır və bunların hər ikisinin içində də biz li istifadə edirik. Gəlin baxaq, yazdıqdan sonra artıq aydın olacaqsa bu nə üçündür. Məsələn, buraya yazaq birinə Kamal, məsələn, yazırıq Vüqar, sonra məsələn yazaq. Məsələn, bu cür adlar yazdıq. Fərz edək ki. Və bizim bu dediyimiz qısa yol burada nə işə yarayır? Biraz bunu daha uzun yazaq. Murad. Aha. Bizim burada yazdığımız qısa yollar nə işə yarayır? Demək, biz burada bunları, daha doğrusu yazdıqlarımızı nə üçün istifadə edəcəyik? Demək, bizim qısa yolumuz nə idi? Ctrl, Alt, bizim aşağı və yuxarı yön tuşlarımız idi. Demək, biz bununla belə bir şey edə bilirik ki, baxın, biz bu qısa yolu istifadə etdiyimizdə, məsələn, biz gəlmişik bunların hamısını silmək istəyirik, fərz edək ki, necə edərik? Ctrl, Alt, baxın, yön tuşlarını biz istifadə etdiyimizdə, görürsünüz. Məsələn, mən gəlib ən başdan tək Kamal adını yox, Vüqar adını da silmək istəyirəmsə, gəlirəm Ctrl, Alt və yön tuşu aşağı düşürəm, baxın, hər ikisi olduğu kimi silindir. Yəni, bu qısa yol bunun üçün istifadə olunur. Demək, yadımızda qalsın Ctrl, Alt, aşağı və yuxarı yön tuşları. Bizim növbəti qısa yolumuz nədir? Növbəti qısa yolumuz hər hansı bir yazdığımız, məsələn, sətri sürüşdürmək istəyiriksə, biz Alt tuşuna basırıq, baxın, yerini dəyişə bilirik rahatlıqla. Alt, yön tuşları ilə yerini dəyişirik. Daha sonra biz məsələn burada gəlmişik. Baxın, bunların hamısını Kamal edirəm. Məsələn. Yəni, fərz edək ki, hər biri eyni yazıdır. Mən gəlmişəm hər yerdə. Məsələn, qısa yol istifadə etməsəm, mən gəlib hər yerdə bir-bir Kamal adını dəyişməliyəm. Amma mən gəlirəm, bir qısa yol deyəcəm. Biz bu yazıyı seçdik, məsələn. Bunu seçdikdən sonra Ctrl D tuşunu basırıq. Baxın, ikincini seçdik. Ctrl D tuşunu basırıq, üçüncünü seçdik. Yəni, eyni yazılan hər şeyi seçir. Məsələn, mən bunu seçdim, baxın. Bir daha bastım, seçdi. Bir daha bastım, seçdi. Baxın, hamısı birdən getdi. Yəni, bunun üçün istifadə olunur. Ctrl D. Yəni, bir yazıyı seçib Ctrl D bastığınızda, yəni, eyni yazı varsa, onların hamısını avtomatik olaraq seçir. Məsələn, sətri silmək istəyirəm deyək. Avtomatik olaraq sətri silmək üçün biz qısa yol deyəcəm. Ctrl Shift K. Baxın, Ctrl Shift K. Sətr getdi. Ctrl Shift K. Sətr getdi.
Yəni bunun üçün biz istifadə edə bilərik qısa yolu və Ctrl, təbii ki, Enter var. Yeni sətr üçündür. Məsələn, gəlirəm mən Ctrl-dan Enter basıram, yeni sətr oldu. Ctrl Enter basıram, yeni sətr oldu. Yəni bu kimi qısa yolları siz sürətli vaxt itirməmək üçün istifadə edərsiniz. Təbii ki, yeni qısa yollar da sizə göstərəcəm. Bir neçə dərs keçdikcə mən özüm də işlədikcə və yeni qısa yollar tapdıqca bunları sizinlə də bölüşəcəm, sizinlə də paylaşacağam. Və biz bu videoda HTML-də ən çox istifadə olunan qısa yolları və bizim işimizi sürətləndirdiyini gördük. Təbii ki, qısa yollar çoxdur. Yəni mən indi tam olaraq və çox istifadə olunan qısa yolları sizə göstərdim. Təbii ki, bunlardan da xeyli çox var, çox istifadə olunan qısa yollar. Dediyim kimi, tapdıqca bunları sizinlə də paylaşacağam. Əgər video faydalı oldusa, bəyənməyi unutma və bu tip praktik kontentlər üçün kanala abunə olun. Növbəti videolarda da biz artıq HTML-də digər təqləri görəcəyik, digər qısa yolları görəcəyik və real istifadə etdiyimiz praktiki texnikaları sizlərlə paylaşacağam. Fikirlərinizi və suallarınızı şərhlərdə yazın. Görüşənədək hələlik.